Əgər narəm, əgər nurəm, özünsən. Əgər darəm, əgər turəm, özünsən. Dodaqlandırma qeyr ilə ilahi, sızıldat nayımı ya Rəbb, özünsən. Ürək istər səni sənlən, ilahi, səni sənsiz dedik. Dadlandı dünya huvumuz, qeyridən xali deyildi. Səni görsətmədi, havlandı ayna. Gəl eşit neydən şikayət eyləyir. Ayrılıqlardan hikayət eyləyir. Ta qamışlıqdan üzüldü ülfətim. Ağladıb dünyanı sonsuz mehnətim. Söz eşitməkdən yetim qalsa ürək düz deyər, azğın gedər, zaydır əmək. Bişinidən eqra'u mavnəd yetim, az kəlamı binəva mavra çə biyim. Amma Məsnəvi niyə eşit sözüyle başlanılıbdır? Keçən cələsədə dediyimizə görə eşitmək, o ilk oxumağın əksi sədasıdır. O oxumaq meyraca aparan kimi, bu eşitmək də meyraca aparandır. İmam Fəxri Razi özünün təfsir-i kəbirində eşitməyin artıqlıqlarını belə sanayır. Hətta Əngəvir-Rəvinin şərhinin əvvəlində bu gəlibdir. 1. Eşitmə peyğəmbərliyin nişanələrindəndir. Eşitmə peyğəmbərliyin nişanələrinin birisi eşitməkdir. 2. Şərait əsərində gözü kör olan peyğəmbər olubdur. Amma kar və ağır eşidən peyğəmbər olmayıbdır. Quranda hər yerdə ki, bəsir ilə səmi kəlmələri bir yerdə gəliblər, səmi bəsirdən qabaq gəlibdir. Eşitmək əqlin və mərifətin bütünləşməsinə səbəb olur. Karlıq eşitməmək lallıq gətirir və danışığı, nütqü əldən alır. Amma körlük bu arızələri törədə bilməyir. Göz bir tərəfli gördürür. Göz bir tərəfli gördürür. Amma qulaq ya səm hər tərəfdən insanı eşitdirir. 6 cəhətə şamil olur. Müteal Allah Ənfal surəsində buyurur, onlara tay olmayın ki, deyirlər eşitdik, amma eşitdiklərində eşitməzdilər. Dəbərilən mövcudların Allahın yanında hər bir yaranmışdan artıq pisi və şər yetirəni onlardılar ki, eşitməzdilər və nəticədə huşa və başa da gəlməzlər. Əgər Həzrət onlarda çıxar bilsəydi, onları eşitdirərdi və əgər bu işi onların haqqında görsəydi də, onlar ondan üz döndərərdilər. Qur'an oxu sözüyle başlanır. Oxuyan eşidəndir ki, oxumağa çağırılır. Mən nemiguyəm ki, an Ali Cənab,
هست پیغمبر ولی دارد kitap və Farsça Qur'andakı həqiqətdə Qur'anın açıqlamasıdır, eşit sözü ilə başlanır. Amma ney? Amma ney kamil insan və ya Mevlana'nın özüdür ki, şəms bircə onun dilini bilir, tanıyır. Ney Qur'anın zaman zaman itmiş qəraətidir. Ki hər bir dil bilməyən özünün ölçüsü ilə onu ölçür və onun saysız yarasının üstünə yaralar vurur. Mən ürəyim başını sancan bir hadisəyə ki, hicrətin 126-sında üz verir, işarə eləyirəm. Və sizi bu sözlərimlə kədərləndirsəm də, kədərləndiriləyimə xatir üzürlər diləyirəm. Vəlid ibn Yazid ibn Abdülməlik ki, bir il hökumət eləyibdi. Bir gün Qur'andan fal açır, bu ayə gəlir, Surə İbrahimin 15-ci ayəsi gəlir, vəstəftəhu və xabə kullə cəbbarin ənid, Qur'andan fəthibab elirlər, amma bütün dihbaşlıların bırnı oğulacaqdır. Vəlid hislənir. Qur'ana deyir, ətü edu kullə cəbbarin ənid, sən boynuğunları təhdid elsən, fəhə ənəzzak cəbbarin ənid, o dediyin cəbbar, boynuğun mənəm. İzdə ma ci'tə rəbbəkə yevmə həşrin, həşr gün Allahın qulluğuna çatsan, fəqol ya Rəbbi məzzəqənil vəlid. Decinəm, Pərverdigara, məni vəlid cırdı dağıtdı. Gəl eşit neydən bir şeirim var ki, neynamədir. Mevlana'nın da neynaməsi var. Cöbran Xəlil, Cöbran'ın da neynaməsi var. Bu neynaməni təqdim edirəm xidmətinizə. İlhamlı şeiridir, bədi, sözlü şeiridir. 100 illik elə bir iki nəfər adaxlı bir-birindən ayrılır. Ayrılanda qız gedir, oğlan qalır. Məmulən məşuqə qız da onun da həmişə zad olub. 100 illik danışdı, dinməz baxışlar. 100 illik danışdı, dinməz baxışlar. O iki adaxlı ayrılan zaman. Bir getdi, bir döndü, dalıya baxdı. Qız dedi, darıxma, olma nigeran. Yoluma göz dişib gözünü yorma. Əmin ol, mən sənin ürəyin. Əmin ol, sən mənim ürəyimdəsən. Yoluma göz dişib gözünü yorma. Əmin ol, sən mənim ürəyimdəsən. Mənə mənsizləyib darıxan zaman səsimi dinlərsən ürəyindəsən. Səsimi dinlərsən içərindəsən. Çadıra döngünən məndən arxayın. Ağaran o qaşda mən itən zaman. Qaş yəni ufuq deyilə, qaş gərəldi, yəni üfuq gərəldi. Buxçada var sənə bir əmanətim. Saxlarsan eşqimdən onu sən nişan. Ağaran o qışda, ağaran o qaşda itməyincə qız, baxışı ardıca süründə onun. Şovqunun körpəsi iməhlədikcə, qavzanan tozuna büründü onun. Elə ki ufuqda qız itdi gözdən, özünü tələsik çadıra saldı. Bir qamış nə idi əmanət demək? Yanıqlı başladı çaldı. Səsə verdilər o iki sürgün, təbidi. Səsə verdilər o iki sürgün, o iki taleyi oxunmaz Həbib, səs düşdü içinə ki oxu sən də.
tanıdı səsindən Həbibin qərib. Obalar, meşələr, dərələr, düzlər, qəmləndi neyinin iniltisindən. Dağların sümüyün sızlatdı yiğit, quzu təkməliyən neyin səsindən. Ayrılmaz deyərlər gözəldən qada, qəzanın barmağı oynatdı filin. Şətranc oyununda. Qəzanın barmağı oynatdı filin, çalı tək arada bitdi bir məki. Öyrətdi onlara ayrılıq dilin. Bir gün o yuxuda şıltaq bir meymun başının üstündən götürdü neyin. Burada bu heyvanat ki gəlir, hərəsi bir təbəqədirlər, ha? Qasitin, mariqin, nakisin, xəvaric, ila maşallah. Bir gün o yuxuda şıltaq bir meymun başının üstündən götürdü neyin. Qəraət oğrusudular, ham təvəccüh olun. Oyanıb boş yerə dəyəndə əli elə bil aldılar tənindən heyin. Hər yanı iynədən keçitdi, əmma o oldu piyada itmişi atlı, qəlbini ovçadı, acılı həsrət, pırladı ney göyə, o qaldı çatlı. Cəngəldə nə qədər çalışdı meymun, qamışdan səs çıxsın dinmədi. Süstü bu başdan, o başdan püflədi, lakin yorulub axırda nəfəsdən düşdü. Püflədi, oynatdı, erdirsin səsin, daşdırsın, erdirsin səsin, nə illah elədi, erdirənmədi. Bir meymun nə qədər düşünər neydən, tapmadı dilini dindirənmədi. Dibdə o bezikib əl üzdü ondan, ilişdi, budaqdan asılı qaldı. Boş gördü ağzını hörümcək onun, bir şeytan toru, hörümcək. Boş gördü ağzını hörümcək onun, tələsik ağzında bir yuva saldı. Tələsik ağzında bir yuva saldı. Hey, dəyişik salanda işlərin yerin, ətəyin ot tutub yanaydın, fələk, nolardı biləydin göynəyir haram, alınmaz dərdimi qanaydın fələk. Gün gəldi, bir ayı ona tapdı əl, dəyişilirlər, ha bunlar, nəqşilər, meymun ayı. Gün gəldi bir ayı ona tapdı əl, qaşıdı neynən qaşınan belin, neynən ayının tutarı olmaz, günləri olurdu yelinən yelin. Uşaqlar əlinə düşdü bir zaman, etdilər uşaqlar onu çöpdən at, cəh vurdu, misin zadım pas basmağına deyər cəh, cəh vurdu dodağı, qabar çaldı dil, minildi minənlər, minən oldu mat. Dindirən olmadı onu bir nəfər. Dindirən olmadı onu bir nəfər. Üstündən axırdı ləhzələr çayı. Nisgilli günləri, həftəsi, ayı, oldular həsrətin əsnəyən yayı. Ağartdı yiğidin başını matəm. Ayrılıq qaşına onun saldı dən. Açmazdı dodağın ahından suvay. Bilməzdi kiminlə danışsın. Nədən? İş gəlib dolandı o gün oldu ki, bir payız neyinə yiğit tapdı əl. Burada zaman itir, ha, 400, 500 il, 1000 il, 10.000 il. İş gəlib dolandı o gün oldu ki, bir payız neyinə yiğit tapdı əl. Neyini dindirdi, xəzəl ağladı. Səs-səsə verdilər, yarandı qəzəl. Dilbərin açdı o nisgil buxçasın. Dinlədi 100 illər deyilməz sözün. Buzlamış ocağa bıraxdı nəfəs, oyatdı kül atdan qızaran közün.
Devlerin toruna düşen ey pərim, devlerin toruna düşen ey pərim. İkisi danışır, neyse, naiye çatıb. Devlerin toruna düşen ey pərim, kim səni oynattı, kim səni çaldı? Ağzı sasıyan hançı dev səni başında gəzdirib boynuna saldı? Qadahlı dilinin qadasını alım. Qadahlı dilinin qadasını alım. Nə qədər çətindir süsüb dinməmək. Niskili sinilməz bağlanan dilin ölümdən acıdır dinlənilməmək. Otardı sən ilə dovuz sürüsün, hançı bir yaramaz donquz otaran. Hançı bir yarana toxunur əlim, sızlayır sazım tək deşilir yaran. And olsun səsinə bilirəm səni. And olsun səsinə bilirəm səni. Meymunlar 100 illər tərsədən çalıb. Ağzını bülübdür toratan vətən, yandıran sözlərin deyilməz qalıb. Ey mənim üfüqdə itən dilbərim. Ey mənim üfüqdə itən dilbərim. Yolunun tozuna qurban olduğum. Sənsiz yaşadığım, sənsiz sürdüyüm, günlərin bir saçın yolduğum. Əlovlu nəfəsim sənindir, sənin. And olsun yoluna şahid ol buna. Mən səni deyirəm, mən səni deyirəm, çalıram səni, and olsun, qələmə and olsun nuna. Hu sözü ürəyi üşüdər hudan, qanmayan ağzını bəziyəndə hu. Naməhrəm üzüvü görməyib sənin, naməhrəm üzünü görməyib sənin, onlara olubsan la yeməssəhu. Bu əmanət ney? Qur'andır, onun qəraətidir, müntaha əvəzir mövzudatın əlinə düşür. Ta axir öz qəraətin, Mevlanaların və Evliya Allahların dilində özün tapır. Çox sağ olasınız. İnşallah bəhsimizin dalısını ayrı cələsələrdə tutacağıq.